أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli Müslümanlar, oruç tutan Müslümanlara bir hatırlatma isterdim ki, İlk önce özüm ve sonra da her bir Müslümanın inanıram ki buna çok ihtiyacı vardır. Çünkü biz insan olarak o kadar bildiklerimiz var ki, ama o bildiklerimizi bazen unuturuz. Unutmağımıza sebep ya hırsımız olur ya da nadanlığımız. Ve onlardan biri de oruç tutup da dilini korumayan Müslümanlara aittir. Ki oruç tutursansa bütün bedeninle oruç tut. Elhüsus dil. Çünkü dil elə bir organdır ki, anatomiyanı bilenler bunu bilir. Dil yegane organdır ki, o bizim bedenimize qığırdaqla bağlanmayıb. Yani bizim bütün organlarımız, oynaqlarımız qığırdaqla biri-birinə bağlanır. Amma dil onun skelet formasına baxanda görürsən. Sanki dil ayrı bir organdır, tamamilə ayrıdır. Bir halqa ilə fəqərə sümüyümüzə bağlanıb. Boyun fəqərə sümüyümüzə. Yani düzdür, o bizim boğazımızın içindedir, ama onu bizim bedenimizden asılı saklayan bir şey, fəqərə sümüyümüze halqavari keçmiş bir maddedir. Ki o dilimiz sanki dili fəqərə sümüyündən asıblar kimi görünür. Yani necə ki pərdə divarlıqdan asılır, sanki dilimiz de boynumuzun fəqərə sümüyündən asılı vəziyyətindədir. Yani tam bir müstəqil organdır. Müstəqil organ heç kəsi tanımır, tam sərbəstdir, nə gəldi danışır və özü də ki tam qorunan bir yerdə qorunur, özü qorunur, başqalarını salır müsibətə. Baxın, zəhmət çəkib, oruç tutub, dili ilə orucunu batil edənlər vardır. Zəhmət çəkib, yaxşılıq edib, dili ilə o yaxşılığı yox edənlər vardır. Ona görə də Mikail Müşfiq nə gözəl deyib, soyuq söz eşitmiş könül 100 yaz görsə ısınmaz. Yani bir söz ilə bir könül qırarsan ki, onu soyudarsan ki, o könül sənə 100 il belə ısınmaz. Nə ilə? Bir dil ilə, bir söz ilə. Ona görə də aləmlərin Rabbi Allah bize Kur'an-ı Kerim'de bildirir ki, siz bütün organlarınızın hesabını vereceksiniz. İnne sem'a vel basara vel fuada kullu ulaika kana anhu mes'ula. El-İsra suresi 36. ayet. Hakikaten de kulak, göz, kalp, bütün bunlardan hesap vereceksiniz. Nur suresi 24'te ise buyurur, يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ. Onların dilleri Allah'a şehadet verecek. Neler danıştığını, neler dediğini. Bəli, değerli Müslümanlar, oruç tuturuq, zəhmət çəkirik. Yani gün ərzində əlbəttə ki, insan için en çətin olanıdır acılığı ilə mübarizə. Yani gün ərzində bu zəhmətə qatlaşırsansa, o zaman dilinle de oruç tut. Dilinle. Dilini de aç saxla. Bəli, değerli Müslümanlar. Bakın, oruç sözü sıyamdır. Sıyam oruç tutmaqdır Arap dilinde. Bir de saum sözü var. Saum. Kur'an-ı Kerim'de bir yerde keçir. Bu da oruç tutmaqdır. Saum da oruç tutmaqdır. Sıyam da oruç tutmaqdır. Bunu ələlxüsus ərəbcə bilən qardaşlarımıza tövsiye edirəm ki, bu sözün incəliyinə baxsınlar. Bunun fərqi var. İkisi de oruç tutmaqdır. Sıyam oruç tutmaqdır.
acılıq ilə. Savm isə oruç tutmaqdır dili ilə. Bəli, bəli, buna sübut Qur'an-ı Kərimdə Məryəm surəsi 26-cı aya. Zəhmət olmasa baxın ora. Bu orada Allah gör Məryəmə nə öyrədir. İnsanlar gəlib səndən soruşsalar ki, bu nədir? Yəni bu uşaq nədir də? De, inni nəzərtu lirrahmani savman, fələn ukalliməl yevmə insiyyə. De, mən nəzir etmişəm, bugün savm olacağam. Mən heç kəs ilə danışmayacağam. Bax, burada savm sözü söz orucundan söhbət gedir. Söz orucu, danışmaq orucu. Deməli, oruc həm də dillədir, dəyərli müsəlmanlar. Hələ bunun xüsusi adı da var, savm. Siyam acılıqdır, savm isə söz acılığı. Danışmamaq, susmaq lazımdır. O demək deyildir ki, sən oruçsan heç bir kəlmə danışma. Yalnız xeyir söylə. Necə ki Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, ey insan, xeyir söylə. Əgər xeyir söyləməyəcəksənsə, sus. Bəli, susmaq. Nə gözəl cavabdır susmaq. Bir kitab söz danışmaqdan bəzən güclü olur, bir dəfə susmaq. Ona görə dəyərli insanlar, susmağın da dəyərini bilək. Susmağı da bacaraq. Çünki susmağın özü insanı özünə qaytarır. Təsəvvür edin, biz bəzən qəzəbli olanda bir söz danışırıq. Qəzəbliyik deyə nə gəldi deyirik ki, ürəyim sakit olsun. Amma bizim həmən an unutduğumuz bir şey olur. Qəlblərdə ölmək. Sən bir sözünlə qəlbdə ölə bilərsən. Baxın, biz ölülər deyəndə bastırdıqlarımızı nəzərdə tuturuq. Ki, ölü deyəndə kimdir? Bastırdımışam. Kimi? Atamı, anamı, dostumu və ilaxır. Amma nə qədər ölülər vardır, onlar bizim gözümüzdə ölüblər. Həyatda diridirlər, amma gözdə ölüblər. Niyə ölüblər? Yanlış sözlərinə görə, yersiz danışıqlarına görə, səbir etməyib, dözməyib də həmən vaxtı o sözü dediklərinə görə. Axı o sözlərin yaraları getmir. Bax, o sözlər bizim orucumuza da zərər verir, dəyərli insanlar. Boş-boş danışmayaq, yersiz söhbətlər etməyin. Oruc ikən oturub heç kəsin sözünü danışmayın. Heç kəsin, yalnız onun xeyrinə olan bir sözü, o sözü ki, gəlib onun özünə də deyiləcək. Yəni, belə, yəni xeyirli bir sözlər danışmaq ki, oruc ikən bu çox önəmlidir. Və dilinlə o şeyləri de ki, bu səni dəyərləndirəcək. Dəyərləndirəcək. Sən o sözlərinə görə qiymətlənəcəksən. Həm Allah yanında, həm qul yanında. Baxın, dəyərli insanlar, bəzən insanları qoyub uzaqlaşmaq lazım olur. Gördün ki, olduğun yer sənə zərər verəcək. Uzaqlaş o cəmiyyətdən, uzaqlaş o toplumdan. Bilginən ki, dəyərli yoxluq yaxşıdır dəyərsiz varlıqdan. Yəni, orada var olub da dəyərsiz olmaqdansa, get oradan, dəyərin olsun. Sabahları bir söz-söhbət olanda desinlər ki, əhsən filan kəsə, gördü yanlış sözlər danışırıq, çıxdı getdi, heç başını da ağrıtmadı bu söz ilə. Bax, dəyərin onda olacaq, hələ bu insan yanında, gör Allah yanında. Ona görə dəyərli insanlar, niyyətləndin Ramazan orucuna. Niyyətləndin gecə ilə ki, Allahım səhər orucam. Səhər orucsansa, bəli, canınla, gözünlə, əl-ayağınla, dilinlə oruc ol. Allah bizim hər birimizə belə oruç tutmağı müvəffəq eyləsin. Konkret dilimizi qorumuş olaq. Ciddi şəkildə dilimizi qoruyaq. Qoruyaq ki, qoy həmən orucumuz sabahları Allahın yanında bizə Reyyan cənnətinə girməyə vəsiqə verdirsin. Ki, buyur, bu Reyyan cənnəti, bu da sən. Buranın bütün zövqündən dada bilərsən. Ona görə də susaq. Həm dünyamızı qoruyaq, həm ahirətimizi. Yanlış söz danışmayaq.
Yalnız xeyir söylə, Allah'tan da danışırsansa zikir olsun. Gözəl sözlər. Allah'ı zikir et. Allah'ın zikri boş-boş Subhanallah, Subhanallah yüzlərlə deməklə deyil. O sözü deyərkən Subhanallah sözünün mənası ilə de, sinxron tərcümə ilə. Allah bütün nöqsanlardan təmizdir. Bax, bunu deyə-deyə sən desən Subhanallah, o zikri edə-edə sənin könlün şişəcək sənin sinəndə. Sən öz sinəvə sığışmayacaqsan. Sən bəlkə də yerə göyə sığışmayacaqsan. Əgər Allahı hiss edə-edə zikr etsən. Bu həqiqətdir, bu gerçəkdir, dəyərli insanlar. İnsan Allahı layiqincə zikr etdikcə, insan özündən asılı olmadan sanki havalara uçur. Daha bəzi sufilər kimi hədlərini aşıb da özlərini qeyri-fövqəladı gücə sahib olduğunu düşünmək kimi demirəm. Yəni mənəvi olaraq öz içində o yüngüllüyü, o gözəlliyi, o zövqü yaşayırsan. Haçan Allahı anlaya-anlaya zikr edəndə, Elhamdülillah deyəndə, yəni sənin başına bir problem gəlib və yaxud da səndən soruşdular, sən axı xəstəsən, diabetsən, oruç tutursan, necədir, dözə bilirsən? Bax, şeytan həmən vaxtı istəyir, biz özümüzü məzlum göstərək. Ölürəm, əziyyət çəkirəm, amma bir təhər dözürəm. Deməkdənsə, de, Elhamdülillah, zövq ilə de, şux de. Yəni o sözü deyəndə, bildir ki, mənim heç bir sıxıntım yoxdur. Bax, o Elhamdülillah səni yüksəldəcək. O Elhamdülillah səni ucaldacaq. Amma o biri Elhamdülillah dediyim var, şikayət etdikdən sonra, Elhamdülillah təhər dözürəm də, demək səni aşağılayacaq. Həqiqətən də hətta həmin adam gedib sonra özü-özündə deyəcək. Allah üçün oruç tutub gəlib burada şikayət edir. Yəni sən heç kəsin yanında qazanmadın. Nə Allahda, nə qulunda. Heç qul zaten bizə lazım deyil ki. Amma ki, yenə də hər iki tərəfdə uduzmuş oldun. Ona görə Allahı zikr et, könülla, sevgi ilə, coşqu ilə. Ona görə sən bir dəfə deyəndə, La ilahə illallah, Allahdan başqa ibadətə heç bir mabudun haqqı yoxdur. Mabud var, mabud çoxdur, milyonlarladır mabudlar. Amma Allahdan başqa haqqı olan yoxdur. Biz müsəlmanlar üçün yalnız Allahdır ki, mabud olsun. Mabud nədir? Dua etdiyim Allahdır, yalvardığım odur, orucu onun üçün tuturam, namazı onun üçün qılıram, qurbanı onun üçün kəsirəm. Heç kəsə nəzir boyun almamışam. Nəzrim Allahadır. Deyib də hər işini Allaha bağla və bax bu la ilahə illallah qiyamət günü sənin dağlar boyda günahlarını yox eləyəcək. Amma bəzi insanlar 100 dəfə la ilahə illallah deyir, birini hiss etmir. Hiss edə-edə deyilən o la ilahə illallahdır. Ona görə də dəyərli insan, bu dil var ha, səni cənnətə aparmaq üçün qoyulub. Bu dil var ha, sən dünyada işlərini aşıra biləsən deyə qoyulmuşdu, verilmişdi sənə. Amma eyni ilə bu dil səni cəhənnəmə də apara bilər, dünyavı məhv də edə bilər. Allah bizi və dilimizi qorusun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.